Dostlar, salamlayıram hamınızı, necəsiz? Bugün Malaziyanın paytaxtı Kuala Lumpur şəhərinin mərkəzində yerləşən Bukit Bintangdayam. Burada dəhşət dərəcədə fərqli insanlar var. Lokal insanların və turistlərin tez-tez gəldiyi bir yerdir. Yəni yeməklər üçün olsun, gəzmək üçün olsun, böyük mollar üçün olsun, hər bir şey üçün. Və bugün buranı gəzib rekord edəcəm. 3-cü və ya 4-cü dəfədir buradayım artıq, amma bu dəfə sırf sizin üçün gəldim. Getdik. Normalde bura akşamda daha göz olur. Sadece ben gece tercih etmeyi istemiyorum diye. Hal-hazırda çok sağ ol. Hal-hazırda Allah senin köməyin olsun. Hal-hazırda nəsə getdi ya. Qaqaş oradan buranı çəkir, mən də onu çəkirəm. Tam burada şey çəkir bu küçədə. Mən tək gəldiyim üçün lazım deyil. Mən sizin üçün çəkirəm bunu. Yaram cəmaatın içində. Hər yerdən adam gəlir. Sağ, sol. Bağışlıyız. Hələ gündüzü sağ salmaq qurtardıq. Normalde gecə onda kəllə ata gedir. Deməli dostlar, biz ətrafı çəkə sizdən söhbət edeyim. Deməli burada bir çox sayda otellər var, restoranlar, kafelər var. Bir bəhs etdiyim kimi mol var. Məsələn burada Pavilyon deyə bir mol var və çox məşhurdur, çox böyükdür. Onu da yəqin ki bunun daxilində çəkməyi alındıraram. Və hal-hazırda bir istiqamətə gedirəm. Fərqli istiqamətlər var. Arxada daha maraqlı yer var. Onu videonun iləriki dəqiqələrində görəcəksiniz deyə düşünürəm, ümid edirəm. Bu video uzun mu olar, qısa mı olar, heç bir fikrim yoxdur. Heç bir planım yoxdur. Getdik. Dostlarım, burada o qədər belə şeylər məşhur ki, bazı oyuncaqlar satır, yeşək adamlar gəlib bunları satın alırlar. Nəsə kolleksiya üçün yəqin ki. Amma yəni ki, sevirlər belə şeyləri. Burada çox sayda insan sırada durub, burada bir yemək var. Deyirsən, Çinli müsəlmanların hazırladığı bir yeməkdir. Çalışma ilə əsas öz səsimi arxada verin bu dəfə. Bir yeməkdir və mən bilən dadı çox ləzzətlidir, toyuqlu və ya ətli olur. Sadəcə olaraq indi məncə həmin yerdir, amma mən yoxlamayacağam. Qarnımı doyurub gəldim ki, burada bir çox şey baha olur əslində. Dostlarım, burada bir də belə şeylər olur. Yəni sırf burada məsələn daha çoxdur. Yox, burada ümumiyyətcə yəni Çin, Asiya şeyi, nə bilim, Malay kültürü deyim artıq, Tayland və s. belə qarışıq halda müəyyən şeylər var. Qidalar üçün olsun, müxtəlif şeylər üçün olsun. Və burada yolun kənarında dayananlar olur. İndi bu məlumatı verməyəcəyəm, amma verməyə ehtiyacı istəyirəm ki, məlumatınız olsun. Yolun kənarında dayananlar olur. Nə bilim, otel falan şeyin qabağında, masaj yerlərinin və s. qarşısında. Yəni mən düşünürdüm o küçəyə girməyim. Amma deyəsən səhvlə o küçəyə girdim yenə. Oraya yaxın bir yerdəyəm. İndi gecə vaxtı deyil, amma yenə də orada dayananlar və s. var. Yolda tutub çağırırlar, edirlər və s. Yəni çalışıb göz-gözə gəlməmək lazımdır. Dostlarım, az öncə sizə göstərdiyim o yer var idi. Sağdan, soldan, hər istiqamətdə adamların yolları keçdiyi. Yəni metronun çıxışı zaten oradır. Metro da bu arada emariti deyə deyilir. Metro yerində çox başa düşmürdüm mən, emariti. O da yerin altından gedir və s. Nəsə, deməli o da cam sizə desin buradır və oradan çıxdıqdan sonra ora biraz da Times meydanı, New York'un Times meydanı və s. oxşur oralar, buraların bəzi hissələri. Və əlbəttə dəhşət dərəcədə fərqliliklər var. Biri Amerikadadır, biri nə bilim şərq mədəniyyəti ilə, o dizaynlarla və s. rahat olunub bu. Amma nəsə də indi orada bənzərləyir və insanların çox sevdiyi, maraqların oyandığı, çox ziyarət etdikləri yerdir. Mən sadəcə indi çox araları girirəm. Burada adamlar da azdır, ondan sonra quruq eləyib qayıdacağam o mərkəz hissəsinə. Daha da böyük şeyləri göstərməyə, əsasən o molu göstərmək istəyirəm. O nədir bilmirəm, damına daş kimi düzüdür. İlahi, düşdük yine bu masaj xidmət göstərənlərin yanına. Hər gələn bir kart uzadır. Hər yerdə də, nə bilim, cəmaatın kürəyinin şəkli, ayaq şəkilləri, belə illüstrasiya, belə heykəl kimi, heykəl nə idi? Nəsə belə müəyyən qrafiklər və s. hazırlanır. Bildikdə, yəni masajla məşhur, amma bu qədər də masaj yeri, nə bilim valla. Bu arada mən dəhşət təriyən birisiyəm. Kifayət qədər, kifayətdən artıq bəzən. Və onun üçün orada çəkmək istəmirdim. Axşam da çəkmək istəmirəm deyə bir seçim etməliydim və seçimim bundan yana oldu. Aydınlıq halda cəmaatın belə lap belə aşıb-daşmadığı vaxtda bu çəkilişi bitirmək. Və bu arada indi bu yazıları gördüm, şey yadıma düşdü.
Məsələn burada bəzən metroya və s. minəndə ya Azərbaycanda nə görə normalda Bakıda və s. ki, yəni insanlar ya Azərbaycan dilində bir şey oxuyur telefonda, ya nə bilim rus dilində, yəni ya Latin ya Kiril əlifbası. Burada nə bilim Çinli, Malayziya Çinliləri, dayılar, xallar, nə bilim Çin heroqliflərini nəsə xəbərdə də oxuyurlar, nəsə məqalədə də oxuyurlar, nə oxuyurlar, o bu. Yəni fərqli-fərqlidir də, yəni nə bilim valla. Deməli girdim bir yaxşı bir oyuncaq yerinə. Təkəm vaxt da var, onun yer gəzirəm, kondisioner lazımdır, anlayırsınız? Mənə qış tatlıcaq lazımdır. Mən indi burada ətrafı çəkəcəm, amma onu da sizə deyim ki, icazə aldığım video çəkicisi üçün, yəni ümumiyyətlə icazə var imiş, yəni xüsusi bir şey eləmədim. Amma insan sual verəndə, istəyini bildirəndə bəzən hədəfinə çata bilər, amma bəzən biz nə istədiyimizi belə bilmədiyimiz üçün bəzi problemlərlə qarşılaşa bilirik. Dəhşət dərəcədə səs gəlir, mənə gözləyim bir şeylə bu. Mən də qışqırım, cavab mənim normal baxacaq. Halbuki insan baxış bucağını dəyişdirməlidir. Xəta məndə deyil, arxadakı bu səslərdədir. Nəsə, bu qafiyəli danışıqdan sonra keçək biraz ikinci mərtəbə də var. Vallahi həqiqətən harada olduğumu bilmirəm, amma hamısı qızdır. Bir-iki dənə qaqaş var, onlar da ki, qaqaş deyil, yəni dayım ayıdır, yəni yanlarında ailələrdən gəliblər. Nə bilim valla, belə... Suyam. Bir dənə belə bir yer tapdım. Bu arada burada şarmalar zaten o kadar məşhurdur ki, əlbəttə ləzzəti bizim bildiyimiz ləzzət qədər keyfiyyət deyil deyilsə, məhəlli yoxlamamışam, amma bizim yaxınlarda yoxladım inşallah. Sadəcə olaraq yəni qiyməti də nə bilim 13 ringgitə falan idi. 13 ringgitə bizim bundan 15-dən hesablasaq 6 manat idi. Burada üçüncü dayanım. İndi birazdan buradan qatar keçməlidir. Onu sizə göstərəcəm. Yüksəkdən qatar keçir nəsə. Həm də ki şeydir. Burada indi məsələn bir çox insana yaxınlaşanda ki, ümumiyyətlə burada onda adam tanış bir millət görmək istəyir. Yaxınlaşır siz haralısınız və s. Burada da məsələn şarma satımları nəçiyyəti ərəblər, Suriyalılar və s. Yaxınlaşanda mən türk şeyinə yaxınlaşırdım, həqiqətən oxşuyurlar. Amma Suriyasıdır. Keçən məsciddə biri ilə qarşılaşdım. Futuracaya getmişdim, o videonu da izləyə bilərsiniz. Orada dayının birini yaxınlaşdım, o da türkçə oxşudum, halbuki ingilis imiş, yəni belə. Dünən də yeni gecə bazarındaydım, yeməklərə baxmaq üçün keçmişdik. Nəsə orada bir yeməyə soruşanda 2 dənə qadın var idi. Mənə deyirlər Suriyalısan falan. Biri mənə deyir Misirlisən, biri deyir Suriyalısan. Ola bilsin oxşayıram biraz. Bilmirəm. Dostlar, yenə cəmaət toplandı. Buradan yenə yara-yara keçməyə çalışsam, əsas istiqamətə. Birinci buraya gedəcəm, bura çox məşhurdur mən bildiyim qədərilə. Buraya girmişdim, amma məşhur olduğumu bilmirdim. Bir də lap qabağda böyük bir mol var, oranı görəcəyik. Getdik. Qaçır. Su var, sermək üçün qaçıram, qaçmam deyəm rəsmində. Dostlar, indi vəziyyət necədir bilirsiniz? Yəni mən burada bir neçə olmuşam, daha sonrasında hər dəfəsində çox bəzi şeyləri yoxlamağa çalışıram. Bir yerdə mahnı çəkmək istəmirəm, bir yerdə fərqli şey olur, mən onu çəkmək istəmirəm və s. Bu səbəbdən belə rekorda başlayıb getmək istəmirəm və bu arada mənim maraqlı gəlir ki, müxtəlif kadrları çəkib onları birləşdireyim. Bu səbəbdən də hər dəfə fərqli şey yoxlayıram, amma getdik, yəni görüm nə bilirəm içəridə. Burada niyə dəhşət
sayda insan var. Nəyəsə gözləyirlər. İndi əsas hissəyə gedirik. Yəni burada nə qədər şey çəkdim, ətrafda ora bura. İndi mənə əsas maraqlı gələn hissələr gedəcəyik. Və bu arada sizin o məlumatla bölüşüm ki, Malayziyada diqqətimi çəkən nüanslardan biri də oldu ki, insanlar uşaqları ilə çox vaxt keçirirlər. İnsanlar uşaqlarla çox vaxt keçirirlər. Yəni bunu Malayda görmüşəm, Malayziya Çinlisində görmüşəm və s. Yəni uşaq balaca olsun, böyük olsun, mənə elə gəlir ki, çox vaxt keçirirlər. Çox belə uşaqla məsuliyyətlərini yerinə yetirirlər, belə deyim yəni. Və mənim çox xoşuma gəldi. Dostlar, deməli bayaq bu girdiyim binanın bayaq bu girdiyim binanın yanından bir giriş var idi aşağı. Hə, indi mən də soruşdum elədim ki, bura nədir? Yəni abıl-sapıq yerlərə girməyək. Hə, nəsə burada bir yemək, kafeteriya və s. nə bilim, market birləşik bir yerdir. Açıq mən o tərəfdə hər yeri gəzdim, amma burada ki bir göstərmək üçün girdim sizə. Yəni belə bir yerlərdə mövcuddur. Hələ biz bayaq oradaydıq, oraları gəzdik elədik. İndi də bu tərəfə gedirəm, o istiqamətə. Belə maşınlar çox gözəldir, amma gəl görsün, rulları şeydədir, sağdadır. Gedəcəyimiz mol oradır. Və indi onun daxilində çox genişdir aslında. Burada belə ikisi görməyinə baxın, mən də çox təəccüblənmişdim ilk dəfə gələndə. Və ətrafdakı canım sizə desin, belə şeylərlə doludur. Günəşli havada gəlmişəm deyə çox görmürəm hər şey kadrda, amma əlimdən gəldiyi qədərilə çəkib sizə göstərməyə cəhd edirəm açıq. Qaqaşlardan biri də o tərəfdə işləyən, bu şarı mazat satan. Hə, indi ona yaxınlaşıb soruşmuşdum bir dəfə də ki, yəni hara alsan falan, mənə gəlib baxıb eləmişdi. Nə başa düşdü bilmirəm, amma mən sadəcə xarici olaraq buranın xarici millətləri mənə maraqlı gəlmişdi, o maraqlanırdım. Şunun altında xəşim çıxmışdı. Xala ilə məni əzib keçirdi az qalsın. Bəli, biz çatdıq. Hələ ora var, bura var. Mən buradan girəcəm içərdən. Həyatımda ilk fontan görürmüşəm kimi. Bağışlayın. Qabaqda bir yer var, həmişə də orada otururlar. Yəni əmələ başlı yerdə otururlar. Burada çox adam elə yerdə oturur yəni. Bunlara fərqi yoxdur. Yaşı böyük olsun, balaca olsun, bardaş qurub otururlar yəni. Bəli, düşünənlər ərazisi. Ümumiyyətlə içərisi çox genişdir. Yəni mənsəbi olaraq kiçik olsa da az olsa içərisi həddən az genişdir. Bir o başda yersən, bir başda yersən. Orada yersən, buraya yersən, nə şeydir belə. Orada yersən, buraya yersən, tutarsan. Və bir Azərbaycanlı olaraq, ümumiyyətlə Malayziyalı olmayaraq, yəni hər dəfə bu sağı solu burada bizdə fərqliliklər göstərə bilir. Allah. Dostlar, buradan adı arzu olanlara salam göndərirəm. Dostlar, adı arzu olanlar bəyəni atsın. Adı elə olmayanlar da şərh yazsın. Ümumi dizaynı buradan bir də göstəreyim. Yəni, belə görürsünüz. Yəni, müəyyən eskalatorlarla müəyyən sitələr gelib bu qarşı tərəfdir. Mən bu tərəfdəyəm. Buradan gəlmişəm. Və insanlar hələ də burada əyləşməyə davam edirlər. Maraqlı bir kitab yer tapdım. Bu arada burada bir çox kitab yerində əsasən belə halda hazırlanmış şeylər var. Bilməm öz dizaynlarıdır, özlərini xüsusiləşdirir, yox necə. Dostlar, sizə təşəkkür edirəm. Video çəkmək xatirinə bura gəldim və hal-hazırda burada maraqlı bir yer tapdım. Sizə biraz kitab oxuma yeri var burada, bir dəqiqə. Cama kitab oxuyum. Xanım icazə vermədi mən orada video çəkim. Uşaq zadı göstərdi, bilməm, deyilsin onun valideyni deyil ümumiyyətlə, vəzifəli biridir. Hə, nəsə, indi mən buranı gəzirəm. Və
belə bir məsələ var ki, ümumiyyətlə mən açığı KFC Petronası daha çox sevirəm. Yəni dostlarımın çox sevdiyi yerlər olur ki, məsələn mən ora çox sevmirəm və daha fərqli sevirəm. Açıq insanların çox olduğu yerləri dəhşət sevirəm. Durursan sadəcə yerində hər millətdə adam keçir. Elə insanlar ora ilk dəfədir gəlirlər, amma sən ora neçənci dəfə gəlsən artıq və hər dəfə fərqli insanları görsən. Sən orada sabitsən, amma gəlib gedənlər fərqli insanlar olur. Hə indi hala yerə mahnıya tərəf gəldik. Bax indi çəkəmirəm də. Bir yerdə mahnı var, bir yerdə nə bilim hansısa brend olur, nə olur, bir yerdə nə bilim nə olur. Hə və onu da sizə bildirim ki, məsələn bir yerə gəldində mən burada məsələn ətrafa baxıram, öz şəxsi həyatıma nümunə verim. Sağa baxıram, sola baxıram. Bu kondisionerin altında bir fərqli hallar yaşayıram və s. Amma bunun hər detalını çəkmək olmurdu. Yəni çəksəm gərək mən burada 3 saat yarımlıq bir şey çəkəcəm. Ona görə sırf kadrlar indiki günorta vaxtıdır və əlimdən gəldiyi qədər o gözəl yerləri və biraz da sıxıcı olan o daşları falan oranı çəkdim. Hə indi özüm də biraz gəzim görüm burada nə var. Ondan sonra bir oturub dincələcəm və daha sonrasında plan quracağam ki, mən əlavə bir şey çəkim yoxsa sırf burada yekunlaşdırmaq lazımdırmı deyə. Ümumiyyətlə, yəni burada dəhşət dərəcədə bütün kitabların demək olar əksəriyyətinin hamısı paket, yəni bağlayıblar, açılmır yəni. Açıb baxamırsan. Mən hətta bəzi yerlərdə bir neçə dəftərim və s. belə açıq halda olduğunu gördüm. Onlar da ilk günündəydi. Yəni bəlkə elə sırf o günə düşməsin deyə hamısı bağlanır. Yəni gəldin, üzünə baxdın ya da bilirsənsə kitabı aldın, getdin belədir yəni. Shakespeare'in bir dənə kitabını tapdım. Bunun ağzı açıq imiş. Dostlar, burada dəhşət dərəcədə brendlər var. Yəni siz əgər böyük xərcləmələr eləyəsinizsə, ailəvi gəlib burada nə bilim, ora gəlib bir şey alasınız, bura gəlib yeyib içəsinizsə dəhşət möhtəşəm yerdir. Sadəcə olaraq mənim kimi gənclər üçün bura hal-hazırda sırf gəzmək üçündür və bir neçənci dəfə də artıq burada olduğum üçün o qədər də məni qıdıqlamır. Bir şeyin daha fərqi nə varmış? Mən buraya ilk dəfədə gəlmirəm. Normalda mənə tərsin olur. İlk dəfə gəlinə daha maraqlı olur. Hər gördüyüm diqqətimi çəkən şeyi çəkməyə ehtiyac hiss edirəm. Amma hal-hazırda burada artıq bilirəm deyə ora getməsəm də olar və ya ora gedirəm də bir şeyi zaten görmüşəm deyə diqqətimi çəkmədiyi üçün onu çəkməyə ehtiyacı hiss eləmirəm və s. Fərqində olmadan olur bu proses. Ha bu səbəbdən indi bura bir neçənci dəfədir artıq, hər bu cümlə deyəmirəm. Bir neçənci dəfədir deyə gəlirəm deyə. Ona görə də hal-hazırda vəziyyət belədir. Yəni mən biraz açıq indi ona görə dincəlmək istəyirəm. Əgər diqqətimi çəkən fərqli bir nüansı olarsa, onu da nəsə var. Onu da çəkəcəm. İnsanlar da belədir. Bilmirəm deyəcəyim şey çox uyğun olacaq yoxsa yox. Amma fərqli bir bənzətmə etməyə çalışacağam. Məsələn, bir şey etmək üçün yola çıxırlar, böyük bir ülvi qayələri olur. Amma daha sonrasında yoldakı maneələrə və ya prosesə o qədər fokuslanırlar ki, artıq nə üçün yola çıxdıqlarını unudurlar və bir yerdən sonra da böyük bir qırılma və bir dəyişim yaranır orada. Bu səbəblə niyyətin doğruluğu qədər o prosesdə onu sabit saxlamaqda önəmlidir deyə düşünürəm. Çünki mən burada əsasən gözəl bir yer gördüm, onu çəkim deyə düşünər ki, indi isə sırf çəkmək üçün gəldiyim üçün artıq o şeyi edə bilmirəm. Bu məsələdə sırf istisna olaraq özümdən bəhs edirəm və mən artıq molun aşağı mərtəbəsinə düşüb orada belə dincəlmək istəyirəm və daha sonrasında da hər də sağ-sol qarışdırıb və daha sonrasında da beynim yandı görürsən və daha sonrasında da dincəldikdən sonra gelib o qınadığım insanların yanında oturacam da və daha sonrasında görüm nə edirəm. Yandırmayım eləyim deyirəm amma eskalatör məni necə görə atdı. Nə bilim valla. Bayaq Rusunda danışan insanlar və s. gördüm burada, nə bilim. Yavaş-yavaş bizim o əraziyə yaxınlaşan insanlar var yəni, o coğrafiyada. Bayaq bir nəfər mən yarışıb, ərəbsən falan deyirəm, qardaş, ərəb deyiləm, Azərbaycanıyam, hə, tanıdı falan, tanıdığını dedi, bilmirəm. Sonra başda nəsə fərqli ölkə adı falan çəkdi ki, mən nəsə pula ehtiyac var, o bu. Yəni, qardaş, mən bunun üçün yaxınlaşmayım da. Belə olmadı, biz belə danışmamışdıq. Xatadır ki, insanlara gülər üz göstərsən. Adamla alışım oturma yeri tapır. Hələ də bu oturub dincəldim və özümə gəldim və çöldə hava getdikcə daha da normallaşır. Axşama doğru yaxınlaşıram. Açığı üzərə qazdır və mən bu çəkilişi yekunlaşdırmalıyam. İndi isə gedirəm bir marketə, bir şey almağa. Ağlımda bir şey var. Ondan sonra da görüm nə edirəm. Dostlarım, açığı hal-hazırda bu müəyyən getmiş olduğum, getməyə planladığım və maraqlı hissələr, çox məşhur hissələri ayrı-ayrı çəkirəm və paylaşıram. Və daha sonrasında çox güman, mən müəyyən çəkişlər eləyəndə artıq bunların hər birini ayrı-ayrı təqdim etməyə ehtiyac hiss eləməyəcəm.
Bir vaxt oranın məşğuliyyətini gezəcəm, ondan sonra çıxıb oradan sonra başqa yerə gezəcəm və s. Məsələn, buradan KSC Petronas Əkici çox yaxındır. Orada getməyə planlayardım, amma hal-hazırda evə qayıtmaq daha məntiqi gəlir mənə. Ümumiyyətlə, yəni, hələ ki girişdir. Bundan sonrakılar da bunların birləşmiş halı kimi ola bilər. Və bu arada kartım, metro kartım yanımdadır. Sadəcə olaraq bütün bank şeyləri və s. pul, nağd pul yanımda yoxdur. Hamısı bu şeydədir. Bank hesabındadır, telefondadır. Bu səbəblə istəyirəm ki, elə indən bir şey almalı olduğum şey alım və daha sonrasında da yoluma davam edeyim. Buludlar şöhrətdə, bu gün azmaz yağış göstərdi. Dünən gecədən bütün elə yağış yağıb. Bir dənə onigiri aldım. Mən bilən bu Yaponiyada falan daha məşhurdur. Bu xoşuma gəlir. Bu hissə verilmişdi, smokdur. Bu daha yaxşıdır, somonlu və s. Ümumiyyətlə, yəni yosundur, arasında düydür. Onun içində balaca əsas o nə lazımdırsa odur. Məsələn, balıq ola bilər, toyuq ola bilər, ət ola bilər və s. Əsasən balıqlıdır. Digər tərəfdən də burada ümumiyyətcə fikir verdiyim məsələ odur ki, bir şey bir yerdə çox məşhur olduqdan sonra daha fərqli versiyaları çıxır və yeniliklər özünü göstərir. Çox adam var burada. Və yeniliklər özünü göstərir. Məsələn, burada o qədər balıq artıq olub ki, nəinki balıq, toyuqlusu, nə bilim, ətçi və s. müəyyən şeylər də olub. Buranı siz burada axşam təsəvvür edin. Axşam daha göz olur da, yəni daha ləzzətli olur, amma mən günün ortasında bişə-bişə gəlmişəm bura. Və digər tərəfdən də onu da sizə cam desin ki, bayaq yeni bir qaqaş gəldi, başqa ərəb millətləndi. Deyir ərəbsə, deyirəm yox. Ərəblə danış, dedim qardaş, ancaq ingilislə danışdı, xahiş edirəm. Danışır, məsələ şərqdən olmaq, qərbdən olmaq, ortadan olmaq və s. məsələsi deyil. Məsələ odur ki, sonra nəsə istəyirlər məncə, bəzən anlayıram, bəzən yox. Yəni məsələ odur, yəni yaxınlaşsansa, yaxınlaş, səmiyyət qur, mən də xoşlayıram o şeyi, ondan sonra aralaş. Amma gəlib də belə, bunlar da çox oturub dirəşmirlər, onu elə bunu elə, yox, sırf istəyirlər, ondan sonra çıxıb edirlər. Sadəcə belə bir şeylə gəlmələri mənə biraz şeydir ki, yəni olmasa daha xoş olardı. Dostlarım, ümid edirəm Booking təqaüdçüsü az da olsa tanış eləyə bildim. Gündüz vaxtı gəldik, bacardığım qədər müəyyən hissələri çəkməyə cəhd elədim. Əlbəttə hər bir yerə detallı girmədik, o kafesi, nə bilim bu ünvanı, orası, burası. Sadəcə olaraq əlimdən gəldiyi qədər qısa və konkret tutmağa çalışdım və bəzi hissələrdə ən azından daha fərqli aspektlərdən görün deyə çəkməyə çalışdım. Ümid edirəm izləyəndə də mənim də gözümə xoş gələr və buradan da bunu bitirmək istəyirəm. Özünüzə yaxşı baxın, Allah'a emanet olun. Növbəti videolarda görüşənədək hələlik.